Herkese salam, kanalıma xoş gəlmisiniz. Təzə bir vlog başlayıram. Vaxtıdır. Bir aylıq məzuniyyət bitdi. Mən bugün işə gedəcəm. Qızım isə mənlə birgə bağçaya, oradansa gimnastikaya gedəcək. Gəlin bugün necə keçir bir yerdə izləyək. Almışam Eveline'ın. Çok güzel nemlendirir özü. Tanani olarak mən Top Face Insta'yı istifadə edirəm. 05 nömrə. 5 nömrəni. Bu mənim istifadə elədiyim tendir. Bu renkləri işlədirəm. Highlighter. Bunun adı yadıma düşmür. Rümyanı. Qaş qələmi bunu istifadə edirəm. Əvvəlki videoda göstərmişdim sizə. Liner mən ancaq formal işlədirəm. Çox gözəldir. Essence'in tuşunu istifadə edirəm. Yaşıl rəngini. Və burnuma yalnız kontur verirəm. Rev'in 02 konturundan. Bu isə mənim üçün gözaltıdır, parlatıcı, concealer. Bu da Rev'indir. Və belə. Gedim bəzənim, sonra isə qızımı durğuzacam. Qızlar, bilmirəm siz də belə eləyirsiniz yoxsa yox. Mən fırçaları və sponju belə ayrıca qabın içində saxlayıram. Ora qoymuram ki, batmasınlar. Həm də belə daha gigiyenik hesab edirəm. Həftədə bir dəfə bunları yuyuram. Sponju isə 2 gündən bir. Getdik bəzənməyə. Qızlar, qızım artıq yuxudan durub. Bu da ona hazırladığım çaydır. Qızlar, gəlin bir yerdə qızımın bağça çantasını dolduraq. Mən ona bağçaya nələr qoyuram? 2 dənə mayka qoyuram. Tərləsə eləsə müəllimə dayəsi daha doğrusu dəyişməsi üçün. Bu pijamanın şortikidir. Koftasını qoymuram çünki hələ istidir. Koftasını geyindirmirlər, onsuz da tərləyir. Elə mayka ilə şortik. Bir dənə belə dəst. Bunu o gün sizə göstərmişdim. Binə Ticarət Mərkəzindən 10 manata almışam. 3 dəst idi müxtəlif rənglərdə. Bu Lilo və Stitch'in dəstidir. Bir dənə belə kofta qoyuram, əlavə tərləsə dəyişsinlər. Bir dənə də duman qoyuram. Yenə göstərim sizə 2 dənə də corab. İndi bunları qatlayım yenə sizə göstərim. Corabları da qoyuram bura. Ağzını bağladım. Bir dənə su qoyuram onun üçün. Qabaq gözünə daraq. Nəm salfetka. Açki. Rezin. 4 dənə belə nevtimka. Bir də bu oyuncağımı qoyuram. Bunlar üçün stres atır gələn. Yolda, maşında, avtobusda, darxanda, telefon əvəzinə. Bundan başını qatır. Belə. İndi isə öz sumkamı doldurum. Sumka olaraq bunu götürmək istəyirəm. Bunu mənə ad günümdə yoldaşımın əmsi qızı Nuray hədiyyə edib. Buradan istəyirsə ona salam deyirəm. Baxın, Gucci Raşın belə ətrini qoyuram. Sonra belə darağım var, balaca sumka üçün. Güzlü qoyuram. Bir dənə ruçka, nə olar, nə olmaz. Qızım üçün almışdım bu pulqabını, amma çox rahatdır, yığcanlı, özüm istifadə edirəm. Onu götürdüm. Bir dənə belə broşka qoyuram. Və bu da o gün sizə göstərdim. 28'də salon mallarından aldığım pomadalarımı qoyuram. Все, biz hazırıq. Get kızım gələm. Bir də jaket götürürəm çünki hava çox küləklidir, biraz soyuqdur. Sentyabr olmasına baxmayaraq. Davay, getdik. Qızlar, bugünkü kombinim bu şəkildədir. Cins tulum. Bunu da 28'də Milan Mir'dən 45 manata almışdım. Gözəl tulumdur. Buraları biraz çox açıq qalırdı, iç göstərirdi. Bunları dərziyə verib yığdırmışam.
Belə əladır. Kızım artık basıp lifte sağ olsun. Bakış. Gittik. First, closing. Nereden gözde de? Biz gedirik Astanovkaya. Hardasa 40 dəqiqəlik yolumuz var. 2 avtobus dəyişəcəyik. Hava gördüğünüz gibi bulutludur. Yağış yağacaq, çok güman. Biz avtobusdan düşdük. İndi isə gedirik qızımı bağçaya qoymağa. Onu bağçaya qoyacağım. Sonra isə öz iş yerimə gedəcəm. Bağçası mənim işimə yaxındır. Biz bağçanın yanındaki parka gəldik. Qızım həmişə bağçaya getməmişdən qabaq ağlayır, yalvarır ki ağlayır, yalvarır ki biraz parkta oynayayım, biraz parkta oynayayım. Mən də onu qıra bilmirəm. Biraz parkta oynayacaq. Hələ vaxtımız var. Sonra gedəcəyik bağçaya. Молодец sana. Kızımı artıq bağçaya qoydum. İndi isə özüm gedirəm işə. Uğurlar mənə, hər kəsə. Vaxtda hələ var işə başlamasına. Mən də zavtra deyəməmişəm, çox acam. Ona görə bir dənə doğğa, bir də belə çudu götürdüm, ətli. Nuş olsun mənə. Kızlar, kafeden çıxdım. Saat da ucu 9'du. Mən gedirəm işə. Artıq işdəyəm, işim qurtardıqdan sonra. Kızlar, artıq payız fəsli özünü göstərir. Hava necə də sərindir. Artıq yay geyimləri gedəcək. Şkafın yuxarı gözünə uzun qol geyimlər çıxarılacaq. Belə düşünürəm ki. Amma hələ ki havanı tutmaq olmur. Günorta bir də görsən isti düşür. Axşam soyuq olur. Biz isə Bağçadan çıxıb gimnastikaya gedəcəyik. və budur, biz artıq çatdıq. Su idmanı sarayına. Artıq il yarımdır ki biz gəlirik burada gimnastikaya. Əvvəl bədii gimnastikaya gedirdi profesional qrupda. Sonra isə yoruldu çünki orada məşqlər çox ağır idi, hər gün idi və qızım o tempoya öyrəşə bilmədi. Hər gün ağladı, yalvardı ki, ana mən istəmirəm, istəmirəm. Biz onu çıxartdıq, 1 saatlıq qrupa qoyduq. Və budur, biz artıq gimnastikaya gəldik. Gedirik idman eləməyə. Hazırıq Mədiş? Biraz yorulmuşuq. Buranın belə hovuzu da var. Ən böyük hovuz desəm buradadır. Giyinmələr deyirlər. Dobra, geç. Gedirik indi Razvakaya giyinməyə. Qabaqdakı qapıdan sol tərəfə artıq uşaqlar keçir. Hələ ki 15 dəqiqəmiz var. Valideynləri ora buraxmırlar. Qızım, gəl Razvakaya. Bu da bizim razvakamız. Mədişin şkafı hansıdır? Bu da Mədişin şkafı. Və bizim kupanikimiz. Kupanik artıq giyindi. İndi isə saçımızı topuz yığacağıq. Saçı belə topuz yığdıq artıq. Saç hazırdır. Canlar baxaq saçına. Saçlar belə olmalıdır.
Ayaqqabılar da ki belə geyindik ayaqqabımızı. Hello Kitty. Bu şkaf kimin şkafıdır, nədir? Baharlı. Bahar kimdir? Bahar mən patlıqandı. Bahar sənin padruqandır. Bu da məndən şkafıdır. Sağa köşürməm mən patlıqan. Niyə səndən Bahar küsür hər dəfə? Paltarları astım bura, mən gedəcəm. Nəsə olanda o köşür. Hə. Saat 6-da treneri gələcək, uşaqlar hamısı qalxacaq idmana. Mən gedəcəm evə. Evimiz bura yaxındır. 7-də çıxacaq, 7-də artıq atası gəlib götürəcək. İndi isə gedək Opşi koridora. Treneri gözləyək. Treneri gəldi, uşaqlar gedirlər. Bu qapıdan sonra isə artıq valideynlər buraxılmır, uşaqlar isə ikinci mərtəbəyə zala qalxırlar. Valideynlərin buraxılmamasına səbəb isə məşqin gedişatına mane olmamaqdır. Getdik evə. Məcli gimnastikaya qoydum, mən gəldim evə, yoldaşıma zəng elədim, o da işdən çıxıb, gedib onu götürəcək. Qızım saat 7-də çıxacaq məşqdən, atası ilə birgə gələcək. Mən isə onlar gələnəcən keçdim mətbəxə və sobada toyuq, kartof qızartması eləyəcəm. Bizim evdə ən çox yeyilən, sevilən yeməklərdən biridir. Gimnastika barədə biraz danışmaq istəyirəm sizlərə. Qızım artıq il yarımdır ki, gimnastikaya gedir, su idmanı sarayında. Mən gimnastikanın qızıma verdiyi faydalardan danışmaq istəyirəm. Belə ki, boyu uzadır, daha sonra qaməti düzləşdirir və yerişi, duruşu düzəldir. Mən qızı olan bütün analara tövsiyə edirəm. 4 yaşından, 5 yaşından etibarən gimnastikaya başlaya bilərsiniz. Və bu gimnastika sağlamlıqdır. Necə deyərlər, bədənin, fiziki quruluşun əsasıdır. Bütün idmanlar gimnastikadan başlayır. Belə bir fraza da var, o düzdür. Biz əvvəl 2 ay adi qrupda getdik gimnastikaya. Daha sonra məşqçi özü bizə təklif elədi ki, əgər istəyirsinizsə sizin qızınızın qaməti, quruluşu, plastikası bədii gimnastikaya uyğundur. Biz onu keçirək xüsusi qrupa, yəni burada artıq beynəlxalq yarışlara hazırlayırlar, milli gimnastika arenasına hazırlayırlar uşaqları. Mən də təbii ki, buna çox sevindim, həvəsləndim, yoldaşımla da məsləhətləşdik və qızımı keçirdik xüsusi qrupa. Amma mən sizə bir şey etiraf edeyim ki, biz 8 ay xüsusi qrupda məşqlərə getdik. Bu məşqlər həftədə 6 gün, 4 saat idi, saat 3-dən, günorta 3-dən axşam saat 7-yə kimi və bu məşqlərdə mənim qızım çox yoruldu. Yaşından dolayı da, həm özünə görə də 4 yaşında uşaq üçün düşünürəm ki, bu qədər uzun məşqlər həqiqətdən artıq yorucudur və mən onun həqiqətən də yorulduğunu, bezdiyini artıq görürdüm. Düzdür, gözəl çıxışlara hazırlayırlar o məşqlərdə, yarışlara, idmanlara, amma mən özümdə müşahidə edirdim ki, nisbətən böyük yaşda olan uşaqlar daha həvəsli, daha ruh yüksəyi ilə gedirlər, amma mənim qızım hər gün gedəndə ağlayırdı ki, mən istəmirəm, mən az istəyirəm məşq eləmək. Ona görə mən onu 8 aydan sonra artıq çıxartdım və adi qruplara keçirtdim. Adi qruplara 1 saatlıq qruplar deyilir. Bunlar həftədə 3 dəfədir. 1 saat məşğul olurlar. Saat 6-da girib 7-də çıxırlar və həftədə 3 dəfədir. İndi isə qızım yenə də həvəslə gedir, yorulmur. Yəni bu məşqlərin sonunda o bədii gimnast olmayacaq. Sadəcə olaraq bədəninin sağlamlığı üçün, fiziki qaməti üçün çox xeyirli bir idman növü ilə məşğuldur. Və növbəti həftə qızımı üzgüçülüyə də yazdıracağam. Özüm də gedəcəm üzgüçülüyə. Çünki belimdə yaranan problemdən dolayı nerpatoloq mənə bunu məsləhət görüb. İnşallah ona dair bir vlog çəkəcəm və sizlərlə paylaşacağım. Yeməyi qoydum sobaya və çay dəmlədim. Baxın, ata mənə nə aldı. Aç. Burada nəsə yazır, amma mən bilmirəm. Qıraqdan aç. Deyə burada skoçu var. Skoçu aç, hadi. Skoç. Burada skoç var, indi göstərəm.
Bəs bu nədir? Bu rəngləri yapışdırırsan. Onun üstüne. Deyəm. Gözlemedin bir dakika. Ver bir dakika. Bunun üstünə yapışdırırsan. Atam bana aldı bunu bir de. Burada dalda da var, bir de burada var. Onlar nə üçündür? Bunun için. Burada göstərir ki, məsəl üçün balıq necə yığa bilərsiniz. Bir. Videonun yerində isə artıq sizlə sağollaşıram. Kanalıma abunə deyilsinizsə abunə olmağı və mənə dəstək olmağı unutmayın. Yeməyimiz Növbəti hazırdır. vloglarda görüşənədək hələlik. Yanında da belə pomidor saladı. İki. Ana, Nuş olsun bizə.